Salam əziz izləyicilər, bugünkü sualımız MİQ imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün nəzərdə tutulmuşdur. Keçək sualımıza. Saat 14:00-da A məntəqəsindən sürəti 40 km/saat olan avtomobil yola düşdü. 2 saat sonra isə onun ardınca həmin məntəqədən sürəti 60 olan avtomobil yola düşdü. Həmin gün 18:00-da avtomobillər arasındakı məsafə neçə kilometr olar? A məntəqəsindən yola düşən birinci avtomobilimizin sürəti V1 bərabərdir 40-dır. Və 14:00-da yola düşmüşdür. 18:00-a qədər yolda olmuşdur. 18:00-a qədər yolda olmuşdur. İkinci avtomobilimiz isə birincidən 2 saat sonra yola düşmüşdürsə, 16:00-da yola düşüb, o da 18:00-a qədər yolda olmuşdur. 18:00-a qədər. İkinci avtomobilimizin sürəti isə 60-dır. V2 bərabərdir 60-a. Deməli, buradan belə çıxır ki, birinci avtomobil neçə saat yolda olub? 14:00-dan 18:00-a qədər T bərabərdir 4-ə, T1. İkinci avtomobil isə 16-dan 18-ə qədər T2 bərabərdir 2 saat yolda olmuşdur. Hər biri üçün gedilən yolu hesablayaq. S1 bərabərdir 40 vurulsun 4-ə bərabərdir 160 kilometr. S2 bərabərdir 60 vurulsun 2-yə, o da bərabərdir 120 kilometr. Birinci avtomobil 160 kilometr yol getdikdə, burada 160 kilometrdədirsə, ikinci avtomobil 120-dədir. Deməli, onlar arasındakı məsafə saat 18:00-da 40 kilometr olacaq. Düzgün cavab Y bəndidir.